Çernogoriyada olan hadisələrdən yəqin ki, bəzilərinizin xəbəri var. Bir Azərbaycan, bir türk vətəndaşı Çernogoriya vətəndaşını yaralayıb və sonra öldürüb və bundan sonra ölkədə türklərə qarşı ayaqlanma başlayıb və türklərə aid bir çox mağazaları dağıdıblar, bir çox bizneslərə zərər gəlib və Çernogoriya hökuməti Azərbaycan və Türkiyəyə aid vizaları dondurubdu və ölkəyə vizasız gəliş-gediş dondurulubdu, tamamilə dondurulubdu və nə vaxt açılacağı da bilinmir. Və mən həm Azərbaycandakı, həm Türkiyədəki sosial şəbəkələrə baxdım. Azərbaycanla bağlı onu deyə bilərəm ki, çox yaxşı bir reaksiya var. Yəni Azərbaycanlılar bir qədər özünü tənqiddə irəlidədirlər, özlərini tənqid edə bilirlər, özlərindəki bəzi səhvləri görə bilirlər. Bu yaxşı bir cəhətdir. Lakin Türkiyə ilə bağlı sosial şəbəkələrdə bu məsələ daha aşağı səviyyədədir. Yəni şərhlərin çoxuna baxıram, məşhur xəbər saytları və digər sosial şəbəkələrdə şərhlərin çoxu sanki bu cinayətə bəraət qazandırmaq cəhdləri kimi görünür və bunu türklərdən qorxurlar. Türklər, nə bilim, dünyanın ən güclü millətidir, səviyyəsi kimi söhbətlərə gətirirlər. Bu məsələ nədir? Bu türkçülük məsələsi, hansı ki Türkiyədən bizə doğru gəlib, həqiqətən bir xəstəlik səviyyəsinə gəlib çatıbdır. Misal üçün, Avropa və Amerikada millətçilərə baxdığınız zaman bu millətçilər daha çox ölkənin inkişafına çalışan millətçilərdir. Yəni, insanları daha mədənidir, danışdığın zaman ölkənin inkişafına daha meyillidirlər. Hər biri bir iş yəsidir, bir sahədə uğurludur. Hətta Amerikada məşhur şirkət sahibləri var ki, bunlar ifrat millətçidir, amma ölkələrdən xeyir verirlər, yəni ziyan gətirmirlər. Lakin Türkiyə və Azərbaycan kimi ölkələrdə biz türk millətçilərinə baxdığımız zaman görürük ki, bu millətçilər heç bir işə yaramayan adamlardır. Yəni iş gücləri yoxdur, həyatda bir işə yaramırlar və ancaq belə axmaq söhbətləri ortaya atırlar. Güya kimdənsə güclüyük, güya kimdənsə qabaqdayıq. Halbuki hər iki ölkə, həm Azərbaycan, həm Türkiyə diktaturadır. Hər iki ölkədə iş problemi var, yəni işsizlik problemi var. İnsanlar iş tapmır, inflyasiya yüksək dərəcədə, xüsusən də Türkiyədə inflyasiya elə bir səviyyəyə, biabırçı səviyyəyə gəlib çatıb ki, dünyada inflyasiyanın ən yüksək olduğu 3 ölkədən biridir. Venezueladan səhv eləmirəmsə, Venezueladan sonra Türkiyə ikinci yerdədir. Halbuki Türkiyənin həm turizm sektoru var, həm güclü istehsal sektoru var. Bununla belə bu insan qaynaqları ki var Türkiyədə 80 milyona yaxın, bundan belə yararlana bilmirlər. Həmçinin baxırıq xaricdəki türklərə, düzdür, orta səviyyədə yaxşıdırlar, yəni orta bizneslər, kiçik bizneslər yarada bilirlər. Türklər xaricdə uğurludur, bu yaxşı bir cəhətdir. Amma böyük bizneslər belə yarada bilməyiblər. Misal üçün, ən böyük biznes, türklərin yaratdığı ən böyük biznes, yəni Türkiyədən olan insanların yaratdığı bir Kürdə məxsusdur. Bu Çobani şirkəti Amerikadakı yoğurt istehsal Çobani şirkətinin sahibidir və o da milliyyətcə Kürddir, heç türk deyil. Bəs bu məsələnin kökü nədir? Yəni nəyə görə biz belə bir səviyyəyə gəlib çatmışıq? Məncə, yəni bunu daha da əvvəl qeyd etmişəm, türkçülük özünü içəridən dəyişməlidir. Çünki türkçülük nifrət üzərində qurulub. Yəni ona nifrət, buna nifrət, onu belə işğal eləyərik, bunu belə dağıdarıq, onu belə qayırarıq. Türklər ancaq belə türkçülük söhbəti açanlar belə bir pafoslu bir hər şeyi dağıtmaq, hər şeyi kökündən bir xaraba vəziyyətə salmaq bir istəyi var içində. Və həmişə də danışırlar ki, dünya bizə nifrət eləyir, falan eləyir. Bəli, dünyada türklərə qarşı güclü nifrət var, xüsusən də Şərqi Avropada. Amma bu nifrətin kökü o deyil ki, bunlar türklərin yaxşı ölkə olduğuna paxıllıq eləyir. Bu nifrətin kökündə o yaranır ki, bunlar
həm Osmanlı dövründə, həm də müasir Türkiyə dövründə türklərdən bir xeyirli bir şey görməyiblər bu insanlar. Və güclü şəkildə nifrət eləyirlər bu ölkəyə ki, ziyandan başqa, bir problemdən başqa heç bir şey gətirmir regiona. Türklərin məncə ölkəsi inkişaf etmiş bir ölkə olsa, insanları daha mədəni bir insan olsa, türkçülük özünü daha mədəni halda göstərsə, bu heç də nifrət yaratmayacaq. Bunu Azərbaycandakı türkçülərə də demək istəyirəm. Yəni sizlə heç kimin heç bir işi yoxdur, problemi yoxdur. Əslində sizin başqaları ilə probleminiz var. Yəni Türkiyədən başqa bütün ölkələrə qarşı ərazi iddiaları irəli sürür türkçülər, həm Ermənistanın güya onların tarixi torpağı olması, həm Gürcüstan, Rusiya, nə bilim İran, bəziləri hətta Çinə qədər gedib çıxırlar. Yəni biz bu tarixi məsələlərlə götürsək, Azərbaycan İran torpağıdır. İran torpağı da olub ən başdan və uzun illərdə. Və biz bu tarixin vərəqləsək çox söhbətlər ortaya çıxar. Hazırki məsələ isə ondan ibarətdir ki, misal üçün insanlar Amerikaya axışmağa çalışır. Nəyə görə? Çünki buradakı milli model bunu dəstəkləyir. İnkişaf etmiş, dünyanın ən inkişaf etmiş ölkəsidir, ən güclü ölkəsidir və buranın iqtisadiyyatı elə qurulub ki, insanları cəlb eləyir. Lakin bu o demək deyil ki, Amerikada millətçi yoxdur. Amerika millətçisi daha samballı millətçidir, daha xeyir verən millətçidir. Və əgər türklər də həqiqətən Azərbaycanın və ya Türkiyənin inkişafını istəyirsə, söhbət türkçülərdən gedir. Belə bir model yaratmağa maraqlı olmalıdırlar. Və təəssüf ki, onlar belə bir modeli dağıtmağa daha maraqlıdırlar. Və həqiqətən də bir türk ölkəsi və yaxud da türkçü, mən Azərbaycanı türk ölkəsi saymıram, bu hər birimizə aiddir. Amma onlar belə sayırsa, bu da problem deyil. Amma bir türkçünün çalışacağı bir şey həqiqətən də Azərbaycanı və Türkiyəni necə bir model dövlətə çevirmək olmalıdır. O yox ki, ora iddia eləyək, bura iddia eləyək. Biz yəni İranda da olsaq, nə bilim Rusiyanın bir yarısını, hamısını da bizə versələr, burada bir xeyirli bir şey edə bilmərik. Bu başla, bu beyinlə, bu psixologiya ilə biz heç nə edə bilmərik. Laf tutam ki, dünyanın bütün təsəvvüründəki ərazilərini veriblər Türkiyəyə və orada Ərdoğan kimi adamlar meydana gəlir. Bu kimə lazımdır? Nəyimizə lazımdır? Bu türklərin özü qaçmırmı xarici ölkələrə, Avropaya, Amerikaya, digər ölkələrə? Əgər həqiqətən də bu sistemi xoşlayırlarsa, Türkiyədəki, Azərbaycandakı sistemi, qalsınlar da və ya da bir-birinin ölkələrinə səyahət eləsinlər. Nəyə görə istirahətə də, işləməyə də, hər şey üçün, müalicəyə də qaçırlar hamısı Avropaya. Deməli, burada bir problem var və bu problemi inanıram ki, türkçülər özlüyündə başa düşəcək və bunu analiz edib bir nəticəyə gələcəklər.